Milli Xalça Muzeyində Azərbaycan xalçaçılıq inciləri layihəsinin təqdimat mərasimi keçirilib. Təqdimatda Mədəniyyət Nazirliyinin əməkdaşları, həmçinin ictimai xadimlər iştirak ediblər. Layihə çərçivəsində sənətşünas alimin xalçaçılıq sənətinə dair 3 araşdırma kitabı nəşr olunub. Tədbirdə əməkdar incəsənət xadimi, professor Kübra Əliyevanın xalçaçılıq sənətinə həsr etdiyi elmi fəaliyyəti xüsusi vurğulanıb. Bildirilib ki, Azərbaycan xalçaçılıq inciləri layihəsi milli xalça sənətinin araşdırılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm mənbədir. Azərbaycan xalqının tərəkəmədən tutmuş lap orta əsrin ən böyük dahilərinin, yəni şahların, sənət adamları haqqında yazılan kitablardır və axırda son kitab bizim prezidentimiz üçün yazılıb. Onu mən o günlərdən ki, bu hadisələr baş veribdi, həmən o ilk təyyarənin partlamasından sonra mən o göz yaşları içində o kitabı yazdım. Çünki mənim atam da Şuşalı idi. Mən Şuşalı idim. Şuşanın gözəl vaxtını yəni mən görmüşdüm.